Herkese salam dostlar. 3 həftədir ki, video atmıram. Yəni bunun səbəbi artıq Brawl Stars oynamaq istəmirəm. Yəni artıq Brawl Stars'ın maraqsız olmağıdır. Yəni artıq əvvəlki kimi oynamaq, yəni kupa kasmaq falan heç həvəsim qalmayıbdı artıq. Və mən də qərara gəldim ki, konsepti dəyişim, artıq təzə oyunlarla sizin qarşınıza gələrək bunları sizə göstərim. Və dostlar, bunlardan biri də Soccer Champs-dır. Soccer Champs mənim fikrimcə internetsiz ən gözəl futbol oyunlarından biridir. Və dostlar, bunun sizə indi necə bir oyun olduğunu göstərim. Vuraq bura dostlar, birinci karyeriya. Buradan takım yönetiminin üstüne vurursunuz. Ve gördüğünüz gibi takımda Neymar 14 yaşında, Müller 16 yaşında, Salah 14 yaşında. Daha sonra De Bruyne 15 yaşında, Kroos 16 yaşında, Özil 17 yaşında, Marcelo 18 yaşında, Van Dijk 15 yaşında, Bonucci 19 yaşında, Courtois 14 yaşında. Ve dostlar, bu yani bence çok maraqlı oyunlardan biridir. İlk önce ne tər bir oyun olduğunu size izah edeyim. Buradan transferleri bölmesine daxil olursunuz. İstediğiniz adamı transfer edebilirsiniz. Ancaq mənim aldığım adamlar əla adamlar olduğuna görə transfer etmə fikrim yoxdur. Və sizə də bunu məsləhət edirəm ki, qoca məsələn 29 yaşlı adamdır. Bunu satın getsin. Bu yaşlı adamların takımda qalmağı, yəni bir növ pisdir. Yəni qocalacaq, gedəcək. Bu yəni bizə lazım deyil, ehtiyac yoxdur. Bunları satırıq. Və istədiyiniz adamları buradan transfer edə bilərsiniz. Məsələn, Messi, baxaq. Davam et. 26 milyon. Sonra Ronaldo 24 milyon. Yani her adam üçün qiymət dəyişə bilər. Yəni bacardığınız qədər gənc kadrlar almağa çalışın. Və bu da gördüyümüz kimi Bundesliga liqasıdır. Məsələn, indi bir oyun girək və mən sizə oyunun necə bir oyun olduğunu göstərim. İlk oyunumuz Kobel qarşısındaymış. Haradır bilmirəm dostlar, həqiqətən. Baxaq və bəli tutdu. Oyunun səsini də açıq qoymuşuq. Ayzı nəsə penaltı qapıya və gol gördüyünüz. Və dostlar, burada mənim bir dənə dostum var. Əgər videoya baxsa özü biləcək. Qapıya vurur, yarım saat qapının üstündə saxladı. Onu artıq bax biz necə eləməsiniz, ox kimi də vurduz çəkin ta. Yəni yarım saat gözləyim, eləyim, elə şey olmamalı dostlar. Və bir oyun girdik, görək nətər olacaqdır arada. Bir oldu. Bu biraz pis oldu. Biraz pis oldu. Ya dostlar, eğer bu oyun hoşunuza gelse, yani biraz bu oyunda 1-2-3 video çekerim. Eğer çok hoşunuza gelse, yani biraz konsepti bu üstünde aparabiliriz yani. Daha sonrasında da başka oyunlarla, mesela e-futbol, ağlımda bu dəqiqə üçün e-futbol vardı dostlar, yani hesab hələ ki tam belə ağlabatan şəkildə olmadığı üçün sizin qarşınıza çıxarmıram. Daha ağlabatan şəkildə olduqda sizin də qarşınıza çıxaracağım və siz də baxa bilərsiniz artıq. Biraz da oradan videolar paylaşacağım. Ancaq ilk öncə bu oyun üzərində sizə videolar paylaşmaq istəyirəm. Yəni həqiqətən çox maraqlı oyundur. İnternetsiz olan ən maraqlı oyunlardan biridir. Və gördüyünüz kimi birinci oyun 1-1 bərabərliklə bitdi. Və bunu baxaq dostlar. Devam edə vurandan sonra gördüyünüz kimi burada puan cədvəli göstərir. Əgər bu ligada 1-2-3-cü yeri tutsanız, birinci ligaya yüksəlirsiniz. Bu da birinci ligadır. Yox, əgər birinci ligada da 1-2-3-cü yer tutsanız, 4 daxil etmiş.
Yəni niyə tutmuyorsunuz? Siz Şampiyonlar Ligi'ne çağırırsınız. Yani UEFA. Bu da yani asan bir şey değil dostlar. Yani bacarmaq olar. Və dostlar, mənim sizə məqsədim, yəni mənim sizə önərəcəyim komandanı seçərək yolunuza asan bir şəkildə davam edə bilərsiniz. Burada yeni bir kariyerdəsiniz və dostlar baxın, bu Pro Data Pack olan 2026, bu 2006-cı ilində və bu 1998. Mən daha çox burada oynamağı tərcih edirəm. Və dostlar, buradan gəlirsiniz, tamam deyirsiniz, acemi deyirsiniz, kulüplər, Almanya, devam et və Karl Zeiss Jena komandası olacaq. Buradan yönetmə keçəcəksiniz dostlar. Ben gördüğümüz gibi bir transfer var. Bakın burada siz bunu kaldırabilirsiniz ama şans gördüğünüz gibi düştü. Bunu 24 milyona 24 milyon satırsınız. Daha sonra geri vurup devam et ve maç atlayabilirsiniz. Bunu etmemizin sebebi maçın daha tez keçməsi və bu ilk maçlar hazırlıq maçları olduğu puan falan verilir və bunları oynadıktan sonra bir transfer olur və gördüyünüz kimi bəli transferimiz də gəldi. 143 milyon bunu da satdıq dostlar. Və daha sonra 821 olan Fröhlich, o defansif orta saha yox, Osta oynayan adamı seçərək bunu yəqin 720 minə, 750 minə falan, bəli 770 minə satıldı. Neyse ki belə 33 yaşlı oyuncumuz var, bunu satırıq. 30 plus olan bütün adamları satırsınız. 30 plus istənilən adamı. Kadroda 30 plus adam saxlamırsınız qətiyyən. Daha sonra Sercan Güvençik adlı bir adam olmalı ama ha tamam tapdım buradan 150 bin. Buna vurdunuz, bunu da sattınız. Bəli, bu da satıldı dostlar. Və belə bir neçə nəfəri satasınız. Məsələn, sonra kimi deyim sizə bunu. Sebastian Helbig olsun 220 bindi və 29 yaşı vardı. Yəni satılmalı oyunculardan biridir. Bacarın ki oyuncularımız daha çox 14-23 yaş aralığı, hələ 22 yaş aralığı oyuncular olsun. Daha sonra bu 32 yaş, 32 yaş bunları satır. Ama bakın dostlar gördüğünüz gibi 16 adam olmalıdır. Və dostlar mən bura bu hissəyə komandamın şəklini qoyacağım. Yəni sizə baxarsınız. Yəni mənim aldığım oyuncuların hamısını bir alsanız təxmini olaraq 34 oyuna bir sezon keçir. 2 sezona, 3 sezon sonra sizin komanda dəyəriniz bəlkə də dünyanın ən dəyərli komandalarından biri olacaqdır. Yəni bacarın mənim dediklərimi eləyin və komandamız daha çox güclənsin. Yəni bu oyun çox maraqlı oyundur. Həqiqətən çox maraqlı oyundur. Yəni siz də istəyirəm ki bunu yükləyəsiniz, oynayasınız. Yəni bunun nə tərif bir oyun olduğunu görəsiniz. Mən də bunu part 2 şəkildə videolar atmağa davam edəcəyim. Əgər xoşlasanız like atmağı və abunə olmağı unutmayın. Bir sonraki videonun gəlməyini istəyirsinizsə də 10 dənə like atmağınız yetərlidir. Sağ olun, salamat qalın.